Salam kanalıma ve videoma hoş gelmişsiniz. Bugün yepyeni bir video vlogla karşınızdayız. Keçən dəfəki videom 2 günlük vlog idi. Əgər xatırlamırsınızsa, şəklini hal-hazırda burada ekranda qoymuşam. Gördüyünüz kimi mütləq o videonu izləməlisiniz. Çox əyləncəli bir vlog idi. Ondan əvvəlki vlogumda nə idi, onu da siz yorumlara yazın. İndi gələk bugünkü videomuzun mövzusuna. Bugünkü videomuzda Aylanın bir axşam rutinini izləyəcəksiniz. Amma digər rutin və vloglardan bu axşam rutini fərqlidir. Niyə? Gəlin biraz aydınlaşım. Biraz fərqlidir. Niyə? Çünki bugün Aylanı sabah üçün bağçaya hazırlayacağıq. Əslində bu axşam rutini də deyə bilərsiniz, amma mənim üçün Aylanı bağçaya hazırlıq rutini vlogudur. Bu arada axşam da hal-hazırda. Axşam Aylanı bağçaya hazırlayırıq. Bugün bazar günüdür bildiyiniz kimi və mən Aylanı birinci gün üçün, yəni sabah üçün bağçaya hazırlamalıyım. Dedim ki, hazırlayacaqkən sizə də bir video vlog çəkim. Amma bu videonun içəriyi olaraq Aylanı birlikdə çimizdirəcəyik. Çimdirmək üçün aldığım yeni Ayla üçün əşyalar var. Bunu sizə göstərəcəm indi. Çox şirin və bir-birindən gözəldirlər. İndi göstərəcəm ki, Aylaya nələr almışam. Dadam! 2 dənə şey almışam. Birinci bu mini olandan başlayaq. İlk öncə bu şəkildə bir diş fırçası aldım Aylaya. Buna baxın elə Aylaya uzun zamandan sonra diş fırçası almalıydım. Almaq da düşünürdüm və mən də bunu aldım. 2-7 yaş, baxın üstündə də qeyd olunub 2-7 yaş. Bu şəkildə uzaq astronomiya motivli bir diş fırçası. Bunun qablı olmağını mənə üstünlüyü o verdi ki, səyahətə falan gedərkən bildiyiniz kimi rayona gedəndə Aylanın diş fırçasını sürtünməsindən dolayı apara bilmirdim. Amma bunu bu şəkildə qabına qoyub rayona da apara biləcəm. Eyni zamanda evdə bu şəkildə mühafizə oluna biləcək. Bu da boyu da balacadır. Aylanın yəni tam əlinə uyğundur. Bir də deyəcəksiniz ki, yaşlı diş fırçası var. Ona nə oldu? Dovşanlı. Onu bilirsiniz ki, diş fırçalarını hər 3 aydan bir dəyişmək lazımdır. Və bizim də artıq 3 ayımız tamam olduğu üçün, uzun zamandır axtardığım, tapdığım üçün də axtardığımı dedim ki, hazır alım və diş fırçasını dəyişim. Bu birinci sürprizi Aylanın. İndi ikincisini göstərəcəm. Mənim ən çox buna bayıldım. Ən çox buna bayıldım mən. Məncə bu şəkildə bir görün. Bu şəkildə bir baxım seti var. Bayıldım bunlara. İndi içəri olaraq sizlərə bugün Aylanı dediyim kimi axşam rutinini çəkirik. Aylanı ilə aparacaq çimdirəcəm. Ondan sonra dırnaqlarını falan tutacağım. Çünki birinci gün artıq bağçaya gedəcək və bu fırçamızla da təbii ki dişlərini yudurdacağam. Çünki duşunu aldıqdan sonra, dırnaqlarını falan tutduqdan sonra, dişini təbii ki yuduqdan sonra Aylanı yatırdacağam ki, sabah məktəbə bağçasına gec qalmasın. İndi isə biz şimdi gəldik dostlar. İndi Aylanın o dəstini açacağıq. Diş fırçasını zaten hamında açdım az öncə izlədiz. Çox heyecanlıyım bu dəst üçün, çünki çox qəşəngdir. Yəni mən Aylanın yanına oturacağım. Ondan əvvəl təbii ki bodisini geyindirəcəm ki, Aylaya soyuq olmasın. Qısa kollu bodi geyindirəcəm və Aylaya baxımını eləməyə başlayacaq. Baxım verirəm çünki baxım dəstidir. Üstündə də zaten baxın üstündə də yazılıb Baby Care Set. Görürsünüz? Ona görə baxımını eləməyə başlayacaq. İndi sıra gəldi bu gözəl baxım setini açmağa. Çox heyecanlıyım. Burada da zaten nəyin işə yaradığını göstərir. Hairbrush, comb, scissors, ya bu çıxacaq ya bu. İndi baxacağım hansıdır. Nail clipper. Zaten nail clipper burada. Scissor bizdə budur. Yəni qayçımız budur deyil. Bu zaten lap daha balaca uşaqlar üçün bu olmağı daha yaxşı olur məncə. Aylan burada saçında açıq 5 əmsələr qarıyacaq. Saçını Aylan bu arada aldım.
Yansından başlayayım. Əvəz dırnaqlarımı başlayacağıq. İndi sizə bunun var. Dəyişən adam göstərəcəm. Ayağını oturtacaq. Baxın. Bu şəkildə əvəz dırnaqları. Və uşağın barmağını taxırıq. Belə taxılır. Və hazırda. Buradan tərsini taxırıq. Həqiqətən bu şampunun etkisini görürəm mən. Çünki baxın necə parıldayır və rahat bir şəkildə daranır artıq saçı. Bundan qəşəngcə darayaq, ondan sonra da bu mini istifadə edəcəm. Ona da düyünləməsin. Ehtiyac qaldığını pek düşünürəm amma. Bu saçların gözəlliyinə baxın qızlar. Mən də istəyirəm. Mənim saçım qaradır, amma mən də belə saç istəyirəm. Əladır. Ayla şu an darağı tutur əlində. Hə Ayla. Saçlar ipək kimi və yumuşaq. Hani qızlar, Aylanı hazırladığımıza görə artıq səhərə tam hazır vəziyyətdədir. Bir dənə qaldı mən səhər çantasını yığacağam. Onsuz mən Ayladan bildiyiniz kimi tez dururam və məktəb paltarlarında, yəni bağça paltarını geyindirib aparacağam. Saçını da hördüm bu şəkildə. Artıq mənim qızım hazırdır. Eləsə Ayla nə deyirik sən dinə. Bye bye. Ay sağ ol, bye bye. Digər videolarımızda və vloglarımızda görüşənə qədər. Amma əvvəlcə bu videomuza like atırsınız, abunə olursunuz və təbii ki olmazsa olmazımız olan bəli, yorum yazırsınız. Düz dedin Ayla, yorum yazırsınız. Olmazsa olmazımız olan yorum işidir. Yorumlarınız həqiqətən çox maraqlı gəlir və hamısını bir-bir oxuyub bildiyiniz kimi cavab verirəm. Əgər videolarımda yorumlarınızı bu şəkildə görmək istəyirsinizsə, yorum yazın ki, vloglarımın əvvəllərində və sonlarında bu şəkildə yorumlarınızı üstə qoyum. Eləsə bay bay və digər vloglarda görüşənə qədər bay bay.